Allah'ın salamı olsun hər kəsin üzərinə. Qurban olun Allah. Allahımız buyurur ki, hər kəsin ailələrin nömrəsini demə, sonra ardındır. Hər kəsin öz çalışdığının qarşılığı vardır, öz çalışdığının sonra başqa ayədə hər kəs necədir? Yadında tam qalmıyor, amma ki, mənası nə idi? Yəni ki, bu dünyada nə səy göstərsək, nə çalışsaq, əmək və çalışsaq, əmək, səy və çalışqanlıq mənasındaydı. O biri dünyada o qarşımıza çıxacaq. Hər kəsin öz əməl dəftəri veriləndə heç kəs tutanmasın deyə. Mən də bir dənə bunu da indiki namazının vaxtıda paylaşdım. Haqqıda nə çatdırmaq istəmirəm. Haqqdan odur ki, Allahımız Quranda buyurur ki, Xristiyanlar və Yahudilər çox ayə yazmaz. Şu birini demək ki, Xristiyanlardan, Yahudilərdən və Sabiilərdən Allaha və axirət gününə inanan, iman gətirib yaxşı əməllər edənlərin, inananların və iman gətirib yaxşı əməllər edənlərin heç bir qorxusu yoxdur. Tək çoxluq təşkil edəsin. Amin. Mələkələr hara kilsiyə. Bugün gedərsən ola, yox olmaz. Orada sən başvurun. Namaz qılmağa da qoymadı. Səhəri girməyə qoymadı. Amma bir dəfə girmişdim. Elələri var ki, cənnətə girəcəklər, Yahudilər, Xristiyanlar və Sabiilərdən elələri var, amma sizdə necədir? Nəysə. Azərbaycanda kilsə nəyə gəlirlər? Nəysə. Bəlkə. Sağ olun. Amin.